Bugün biz müəllif hüquqlarından danışacağıq. Müəllif hüquqları nədir və ona riayət olunurmu? Bir var, bilirsiniz, bir var yaradıcılıq, bir də var ki, deyək, bəhrələnmə. Kimlərsə mütaliə əsasında oxu kiminsə düşüncələrindən bəhrələnə bilər, maarifçilik işlərinə qatıla bilər, öz belə deyək ki, effektiv təsirini göstərə bilər. Bir də var, konkret olaraq ayrı-ayrı insanların yaradıcılığını mənimsəyib öz adından istifadə eləmək. Bunlar tamam fərqli bir şeylərdir. Məsələn, hər kəs bilir ki, bəhrələnmə məsələsi bütün dünyada mövcud olubdur. Klassik dünyadan üzü bu yana daim insanların bir-birindən bəhrələnməsi, bəhrələnərək də ortaya hətta yaradıcılıq gətirməsi də mümkündür. Sadəcə yaradıcılıqda da bəhrələnərək yaradıcılıq gətirmək ortada da təqlid yönü tutmamalıdır. Kiminsə düşüncəsini müəyyən korrektələrlə, müəyyən dəyişikliklərlə tutalım ki, özünün adına çıxmaq var ya da ki, onu bir növ özününküləşdirmək var, falan var. Bir də var ki, onunla bəhrələnərək yeni düşüncə, yeni estetik baxış ortaya qoymaqdır. Bu açıdan hesab edirəm ki, müəllif hüquqlarının qorunması əslində elə insanların birbaşa özlərinə xas olan yaradıcılıqlarının olduğu kimi ictimaiyyətə çatdırılması məsələsidir. Ola bilərmi ki, misal üçün o yazının vərəsələri gəlsin, desin ki, bilirsiniz, bunu vaxtıyla mənim babam yazıb. Bilirsiniz, onu sübut etmə yükü düşür, yenə də dediyim kimi, bilavasitə iddiaçının üzərinə. Toxunum bununla bağlı. Sizin dediyiniz məsələnin də həlli var. Məsələn, əgər sizin dediyiniz kimi hər hansı bir tarixi şəxsiyyətin düşüncəsi, yazısı, şeiri, deyək ki, nəsr əsəri uğurlanırsa, şübhəsiz onu ekspertlər müəyyən eləyə bilir ki, bu üslub kimindir? Üslubla onu müəyyən eləmək olur ki, bu bunundur ya filan. İstənilən, bizim deyək ki, böyük şəxsiyyətlərin, böyük təfəkkür adamlarının üslubları bəzən təkcə bir ölkədə deyil, bütün dünyada məşhur olur, tanınır, bilinir ki, bu kimin üslubudur. Ona görə də bu məsələləri də mən hesab edirəm ki, yoluna qoymaq mümkündür. O üslub məsələsindən bağlı müəyyənləşdirib sübut eləmək olar. Ekspertlər onun varisləri ilə bir yerdə sübut eləyə bilərlər ki, heç də bu əsər deyək filan kəsə xas deyil, filan kəsə xasdır. Mümkündür. Soylu müəllim, ümumiyyətlə ədəbiyyat nədir? Və ədəbiyyatda niyə plagiatlıq olur? Niyə nəyisə götürürlər ədəbiyyatımızdan? Bunun günahı kimdədir? Əgər mən özüm öz ədəbiyyatıma sahib çıxa bilmirəmsə, onda mən başqasını da günahlandıra bilmərəm ki, sən mənim ədəbiyyatımı, sən mənim yazımı götürdün. Çox gözəl sualdır. Ümumiyyətlə, ədəbiyyat bir anlamda sözün gözəl deyilişidir. Ədəbiyyat, ümumiyyətlə, sənət həyatın daxili qanuna uyğunluqlarını estetik ideal baxımından açıb göstərmək, vəsf eləmək, şərh eləmək xassəsinə malikdir, funksiyasına malikdir. Bu açıdan yanaşanda ədəbiyyat həm də kəşflər aləmi deməkdir. Sənətdə həm ədəbiyyat yaradıcısı özü, həm də oxucu sənət vasitəsilə, ədəbiyyat vasitəsilə özünü kəşf edir. Özünü kəşf nədir? İnsan mürəkkəb xarakterlidir, mürəkkəb quruluşa malikdir, onun düşüncələri fərqlidir, çox çeşidlidir, filandır. Onda ülviyyət də var, gözəllik də var, bəzən xarakterik olaraq eybəcərlik də var. Həyatın demək olar ki, gedişini də bax bu keyfiyyətlər formalaşdırır, şəkilləndirir. Ona görə də ədəbiyyatda adətən həyatın, dediyim kimi, estetik ideal baxımından həyatın bu estetik qanuna uyğunluqlarını öyrənib üzə çıxardır. Deyək ki, gözəlliklərlə, ülviyyətlə yanaşı bir eybəcərliyi, bir faciəviliyi də araşdırıb üzərə çıxarır və möhtəşəm obrazlar yaratmaqla, bu obrazlarla ictimai şuuru, ictimai düşüncəni tərbiyə edir. Buna görə də ictimai şuur, əslində, ictimai şuurun tərbiyəsindən nə yaranır? Getdikcə mənəvi kriteriyalar insanların ölçüsünə çevrilir, özünü dərk prosesi gündəliyə gəlir. Məsələn, ədəbiyyat dünya nədir sualına cavab tapmaqda hocaya yardımçıdır. İnsan kimdir? Həyat nədir? Dünya necədir? Bu suallara cavab vermək üçün ədəbiyyat böyük rol oynayır, böyük yardımçılıq funksiyası da keçirir. Baxın, məsələn, tarixi şəxsiyyətlər var. Bir tarixi şəxsiyyətləri, bir var biz nədən öyrənirik, bir var tarixdən öyrənirik, bir var ədəbiyyatdan öyrənirik. Məsələn, deyək İskəndər.
İskəndəri biz tarixi şəxsiyyət kimi biri var tarixdən öyrənək, biri var Nizamidən öyrənək. Nizami İskəndəri böyük insani ucalıqlarla üz-üzə gətirir. Üz-üzə gətirir. Fatihliyin, insanı aşağılamağın, qətlin, ölümün eybəcər olduğunu sübuta yetirir. Bunu oxucunun şuuruna aşlayır, oxucuda bir tərbiyə yaradır. Oxucu dünyanın, gedişatın təkcə faciəvilikdən ibarət olmadığını dərk edir. Biz özümüzü vurğu elədim ki, özümüzü kəşf edirik. Necə kəşf edirik özümüzü? Özümüzdə nəyi kəşf edirik? Özümüzdə balacıqları mı kəşf edirik? Balacalıqların olduğunda mı dayanır? Yoxsa bizim özümüzdə daha böyük keyfiyyətlərin olmasına mı gəlib çıxır? Axı insan özündə böyük keyfiyyətlərin olmasını bilməsə, öyrənməsə, dərk eləməsə, onda həyat nizamı, ictimai nizam, birgə yaşayış nizamı pozula bilir. Bu mənada ədəbiyyatın görün nə qədər böyük rolu var. İndi bu rolu həyata keçirən təfəkkür adamlarıdır, böyük dühalardır, böyük yaradıcı insanlardır. Bu yaradıcı insanların mühitinə girə bilməyənlər, yükü çiyninə götürə bilməyənlər özləri yük olurlar. Şöhrət dalınca qaçırlar, nə bilim mən özlərini göstərirlər, özlərini topluma sırayırlar. Halbuki toplumun maariflənməsində, onun mənəvi dirçəlməsində, intibah yolu keçməsində onların qatqısı olmalıdır, rolu olmalıdır. Tamamilə bu məsuliyyəti unudur, bu məsuliyyətdən qırar. Ona görə də götürür harda, xoşuna gələn bir şey varsa, onu uğurlu öz adına çıxır, öz adına yazır, özünü var göstərməyə çalışır ki, bunun da heç bir sənət açısından, ədəbiyyat açısından heç bir önəmi yoxdur. Böyük insanlar, böyük mütəfəkkir insanlar heç qorxmurlar çox vaxt ki, onlardan kimlərsə nəsə oğurlayırlar. Niyə qorxmur? Dənizdən bir vedrə kimsə götürərsə o dəniz əksilməz. Bilirsiniz, məsələ ondadır ki, insanda aşıla bilən, aşıla bilməyən məsələlər var. İnsan özünü, dediyim ki, özünü kəşf eləmək var, bir də özündə dayanıb qalmaq var. Özündə dayanıb qalmaq insanı balaca, biyoloji həyata sürüyür, balaca çalarlara sürüyür. O, böyük ideallar peşində olmur, böyük ideallar axtarışında olmur. Ancaq böyük ideallar axtarışında olan insan üçün həm yaradıcılıq doğrudan sonsuzdur, həm də bu yaradıcılıqda özünü ötmə imkanları sonsuzdur. Mən bununla bağlı bir məsələ deyim, özünü dərk məsələsi bütün ədəbiyyatın, sənətin, fəlsəfənin hamısının başlıca mövzusudur, başlıca konusudur. Nədir axı özünü dərk? Mən məsələn özümü dərk eləyim, deyək, tutalım ki, özümü öyrənəm, görəm ki, mənim xarakterimdə balacalıqlar var, keçiciliklər var, zəlilliklər, zəlalətlər var, falanlar var. Mən öyrənib gəlib buna çatıram, tutalım, bunu araşdırıram, bunu üzə çıxardıramsa, mən necə dünyaya ayıq baxa bilərəm, necə mən dünyaya nikbin baxa bilərəm? Axı, mən bu özümdə olan balaca keyfiyyətlərlə də ilişib qalıramsa, o zaman dünya mənim gözümdə bir heç olar. Məhz insan özünü ötə bilməyəndə, sənət, ədəbiyyat onun həyatında başlıca rol oynaya bilməyəndə, insan gəlir, dünya 5 günlükdür. Dünya 5 günlükdür deyən insanla dünya üçün, həyat üçün önəmli bir şeylər gözləmək olmaz. O oğru da olacaq, qəyri də olacaq, nə bilim, təkcə sənət oğrusu olmayacaq ki, başqa şey də olacaq. Yəni, belə deyək. Yəni, tüfeyli həyat formalaşır, tüfeyli həyat yaranır. Bu tüfeyli həyatın yaranmaması üçün ədəbiyyat, sənət başlıca ciddi rol oynayır. Məsələn, bir də var, mən özümdə nəyə kəşf edildim? Deyək ki, böyük obrazlarla, ədəbiyyatdakı böyük əslində dünyadakıların ötəriliyindən danışmaq olar. Dünyada biyoloji olan, fiziki olan nə varsa, o keçicidir, əbədi deyil. Əbədi olan ancaq dünyanın öz mənaca keçici deyil, ötəri deyil. Əzəlidir, əbədidir. Dünya, kainat yoxdan mövcud ola bilməzdir. Kainat sıfırdan başlaya bilməz və kainat məhv ola bilməz, yox ola bilməz. Bu tamam böyük bir məsələdir və bu məsələnin içərisində ədəbiyyatın, sənətin də dediyim kimi rolu böyükdür. Rolu nədir? Rolu başlıca odur ki, doğrudan da insan dünyanın əzəli, əbədi olduğunu dərk etməlidir. Əgər insan dünyanın əzəli, əbədi olduğunu dərk eləməsə, onda elə gəlib deyəcək, dünya 5 günlükdür və məsuliyyət olmayacaq. Ancaq o dünyanı əzəli, əbədi dərk eləsə, onda bu dünyada gözəllikləri kəşf eləyər. İnsani gözəllikləri, ilahi gözəllikləri kəşf eləyər və o gözəlliklərlə ömrünü qurar, o gözəlliklərə can atar, ona meyl eləyər. İctimai həyatın ölçüsü dəyişər, meyarı dəyişə bilər. Bütünlüklə bu məsələdə dediyim kimi ədəbiyyatda başlıca rol oynayır, ən çox da obrazlar vasitəsilə. Baxın, məsələn, biz belə götürək, Hamlet obrazını götürək. Hamlet çox güclü insan həyatında, həyatın qırışmalarında faciəviliyin çox aydın bariz göstəricisidir. Bir növ faciə konsepsiyası demək olar ona. Bu faciəni öyrənən insan, dərk eləyən insan, ədəbiyyat bu faciənin arxasında olan
anlamı göstərə bilir, anlamı deyə bilir. İnsan faciəlikdə kiçilmir, ölmür, cılızlaşmır. İnsan o faciəvinin arxasındakı mənanı görür, dərk edir və öz ömründəki gözəlliklərin ucalıqlarına can atır, meyl edir. Özünü bir növ belə deyək ki, ilahi məqamlarla yarışa hazırlayır. Özünü ötür. Bax, özünü dərk budur. Özümü dərk edib, gəlib yoxluğa çıxmamalıyam. Özümü dərk elədim, gəldim, balaca bir şey olduğumu bildim. Və özünü dərk deyil. Yəni, erməni məsələsindən bağlı, onların konkret Azərbaycan mədəniyyətindən uğradıqları faktlarla bağlı. Bilirsiniz ki, erməniyə güclə, bəla ilə bir dövlət yaratdılar. Və əgər hər hansı bir xalqın bir dövləti varsa, şübhəsiz ki, o dövlətin nizam, ictimai qanunları olmalıdır, idarə eləməlidir, yönətməlidir. Eyni halda dünyada öz yerini bəlirləməlidir. Dünyaya o da bir nəsə bir söz deməlidir. Bunun üçün o mədəniyyət yaratmalıdır, bunun üçün yaradıcı olmalıdır. Bu xalq da, indi mən bunu xalqı aşağılamaq, xüsusilə süni şəkildə aşağılamaq məqsədindən demirəm, ancaq faktiki olaraq bu belədir ki, bu xalq bəşəriyyətə heç bir dəyər verməyib, heç bir mədəniyyət faktı verməyib. Ona görə də bu xalq ancaq, belə deyək, mövcud olduğu çağdan üzü bu yana ancaq qanlılıqla, terrorla, qırğınlarla məşğul olub. Ona görə də bunlar konkret olaraq dediyim kimi bəşəriyyətə hər hansı bir mədəniyyət verməyib. Yəni deyirəm, ancaq dövləti var, dövləti olduğu üçün bunun da bir mədəniyyətinin olduğu göstəricisi yaratmalıdır. Əslində dünya da bilir ki, erməninin iddia elədiyi şeylər erməninin deyil, Azərbaycandır. Bunu dünya bilir. Sadəcə burada siyasi məqsədlər var, susmalar var. Onlar tək bizdən uğurlamırlar. Onlar bir çox millətlərdən nələrisə uğurluyurlar. Artıq ruslara da aid olan bəzi məqamlar var ki, və hətta onların alimləri deyirdi ki, mən onların çıxışını izlədim, deyir, çox qəribədir. Görən bunların özlərinin nəyisə varmı? Çünki dərinliyə gedəndə bunlara aid olan dırnaq arası nəyisə varsa, hamısı hansısa bir millətə məxsusdur. Artıq bu xarakterdir, millətin xarakteri. Qacarlar dövründə Qriboyedov orada dövlətdə səfir olub da, İran dövlətində səfir olub. Deməli, ermənilərin İran yaylılarının köçürülməsi məsələsi gündəlik gəlib. Çar Qriboyedov məktub yazır ki, onları göndər bizim Rusiya steplərinin birində məskunlaşsınlar. Onlar bizə gərək olacaq. Qriboyedov cavab məktubu yazır ki, Çara, cavab məktubu yazır ki, nə barədə belə bir addım atasınız? Çünki bu xalq elə bir xalqdır ki, aparıb harada məskunlaşdırsan, 5 gün, 3 gün sonra deyəcək, bura mənim ata-baba yurdum. Bəs nə etməli? O deyib ki, ən yaxşısı Azərbaycan bölgələrinə köçürməli, İrəvana, Qarabağ ilə. Yəni, söhbət, yəni bunu dünya bilir, bunu biz də bilirik, özləri də bilir. Sadəcə olar. Təbii. İndi bayaq mən icazənizlə, bayaq toxunduğumuz bir məsələyə yüngülcə qayıdıb bir neçə kəlmə demək istəyirəm. Siz dediniz ki, ədəbiyyatla bağlı mövzu çox zəngin mövzu, mənim diqqətimdədir. İstəyirəm, çağ aşırı qalıydım o mövzunun üzərinə. İnsanla həyatla birbaşa bağlı olduğuna görə. Dediniz ki, tutalım ki, 100 illər öncə yazılmış hər hansı bir əsər, bugün görürsünüz ki, onu başqası da yazır. Burada Üzeyir bəy vurğuladı ki, bəhrələnmələr var. Bəhrələnmələr də ola bilər. Başlıca olaraq, məsələn, biz böyük fikir adamlarını əgər götürərsək, onlara tutarsaq, görər ki, onlar ayrı-ayrılıqda, onlar hər biri tarixdə olan, keçmişdə olan müxtəlif mövzulara müraciət edirlər. O da müraciət edir, bu da. Mövzu eynidir. Baxırsınız, məsələn, Leyli Məcnun. Leyli Məcnun bu ərəb dastanıdır da. Bu mövzuya Nizami də müraciət edir, Füzul da, sonra Əlşir Nəvai də müraciət edirlər. Eləyə bilərlər. Bunlar hərəsi o mövzu ilə bağlı özünün estetik ideal baxışını ortaya qoyur. Özünün estetikasını ortaya qoyur. Özünün yanaşmasını sərgiləyir. Yəni, o bir-birindən nəyisə götürmür. Faktın özünü götürür, fakta yanaşmalarını sərgiləyirlər. Onları dediyim kimi, estetik ideal baxımdan yenidən işləyirlər, yenidən oxucuya çatdırırlar, oxucu dünyasının düşüncəsinin zənginliyinə çalışırlar. Ona görə o addımlar atır. Yoxsa, məsələn, bir də var ki, konkret olaraq kimlərsə götürüb, belə deyək də, sözlə desək, kapirovka edir, köçürür, üzünü köçürür, müəyyən karakterlərlə o özününkiləşdirir. Bunlar tamam ayrı bir şeydir. Bugün də o var. Bugün də bizim ədəbiyyatımızın, sənətimizin səviyyəsi söz yox, heç birimizi qane eləmir.
Heç kimi qane eləmir. Niyə qane eləmir? Niyə olmur axı? Axı bir vaxtlar böyük ədəbiyyat yarandı. Bu gün o yaranmır. Bu gün elə bil ki, bir növ cırlaşma gedir, cılızlaşma gedir. Nədən müraciət olunmur? Nədən ciddi mövzulara üst tutulmur? Buna vurğu eləməzdən qabaq bəlkə məsələni gücləndirici bir söz də deyim. Məsələn, ayrı-ayrı mövzulara ayrı-ayrı şəxslər özünün baxışın açısından yanaşırlar. Baxın, bir fakt deyəcəm mən sizə. Bizim şifahi xalq ədəbiyyatımızda, mifologiyamızda bir çalar var. Məsələn, Xızırla bağlı. Xızırla bağlı belə bir şeylər var ki, Tanrı öz işığı günəşə hökm edir ki, yeri qızdır. Günəş yeri qızdırır, yerdə isti buxar əmələ gəlir. Buxar qalxır yüksəkliklərə qalxır, soyuyur. Soyuyur, su axınlaşır. Elmdir həm də. Gör, neçə min il bundan qabağın söhbət, elmdir. Bu su halına keçir. Suyun hərəkəti falanı şimşək çaxır, şimşək oynayır, ildırım çaxır. İldırımın çaxdığı yerdən Xızır çıxır. Diqqət edin, ildırımın çaxdığı yerdən Xızır çıxır. Biraz sonra həmin hadisə təkrar olunur. Bu dəfə ildırımın çaxdığı yerdən göy atı çıxır. Xızır göy atı minir və hardan keçirsə doğa, təbiət orada cana gəlir, yaşıllaşır, zənginləşir. Bu həftənin 3-cü günü, yəni çərşənbə günü baş verir. Ona görə biz 4 çərşənbə keçiririk də, bilirsiniz. İndi mən bu məsələləri geniş açmaq istəmirəm, söz yox, mövzumuz o deyil. Mən üzr istəyirəm. Bax, siz şifahi xalq ədəbiyyatından danışdınız, düzdürmü? Gəlin, razılaşın ki, elə vaxt olur, elə yaşadığımız bu dövrdə də, misal üçün, kimsə şifahi nə isə deyir, söyləyir. Mən isə siz dediyinizi sizə baxıb o foto yaddaşıma köçürürəm. Sonra isə onu mən deyirəm. Və sonra da mən öz adıma keçirirəm. Ümumiyyətlə, bu insan heç yazmayıb, sadəcə olaraq deyib. Fikri ola bilər. Səhv etmirəmsə, Hugo'nun fikridir ki, ən qorxulu cinayət işi fikir oğurlamaqdır. Yəni, mən onun fikrini də oğurlaya bilərəm. Başa düşdünüz? Yəni, şifahi ədəbiyyat var, orada da plagiatlıq da var. Razıyam ki, məsələn, plagiatlıq deməzdim. Məsələn, qədim xalqların mifologiyalarını biz araşdırsaq, görərik ki, onlar bir-birinə necə böyük təsir göstəriblər. Ancaq hərəsinin öz xassələri, öz xüsusiyyətləri, öz etnik kimlikləri birbaşa orada əsas söz deyibdir, deyək ki, onların o baxışlarında, orada əsas qatqısı olubdur. Eləcə də bizim özümüzdə. Yəni, yaşadığımız dövrdə elə insan ola bilər ki, yaşlı adamdır, ümumiyyətlə, savadsız bir adamdır. Deyək ki, heç yazmağı da bacarmır. Ancaq bu şifahi öz fikrini çatdırır, öz şeirlərini söyləyir. Onun, misal üçün, yanında əyləşən, ona xidmət edən adam, o fikirlərini söylədikcə, o şeirlərini, o və yaxud yazıla düşüncələrini dedikcə, o insan yazır. Yazır, sonra da bu dünyadan köçənirsə, dünyadan köçməmiş onu öz adına çıxardır. Bir var ki, bayaq mən vurğu elədim, bir var ki, tutalım ki, mənim olduğu kimi cümlələrimi kimsə mənimsiyir, ya da ki, yüngülcə korrektələrlə mənimsiyir. Sizin fikirlərinizi olduğu kimi mənimsəyənlər olubmu? Məndə məlumat var ki, olub. Olur, belə hallar, təbiidir, bu gün də var. Bəs onda siz nə edirsiniz? Birinci özünüzdən misal çəkin də. Mən Etirazını bildirirsiniz. Yox, etiraz bildirmirəm. Bax, görürsünüz. Məsələ, mən nəyə vurğu eləmək istəyirəm? Deyirsiniz, məsələn, gözəllik bir mövzudur da. Bu gözəlliklə bağlı hökm deyil ki, deyək ki, kimsə kiminsə sözünü, cümləsini oğurlasın. Məsələ, gözəlliyə baxış açısından elə oxşar mövqelər yarana bilər ki, o demək deyil ki, bu plagiat da olur. Mən baxıram ki, bu yaradıcı adamdır. Yaradıcı adamdır, gözəl də mövqe sərgiləyir. Bu, onu dərk elə öyrənir. Mən indi bu misalımı axıra çatdırım, onda fikrim biraz da aydın olacaq. Baxın, məsələn, biz deyək ki, ildırımın çaxdığı yerdən Xızırın çıxması, göy atının çıxması, ildırım ideyası, günəşin belə deyək ki, yeri qızdırması, yağışın əmələ gəlməsi filan. Baxın, üstündən neçə min il keçir, 17-ci yüzülə aid olunan Koroğlu, o da bizim şifahi xalq ədəbiyyatımızın başlıca faktlarından biridir. Koroğlu dastanında özünü göstərir. Koroğlu dastanı nədir? Misri qılınc ildırım parçasından əmələ gəlib. Koroğlu qoşa bulağın suyundan işir, səsinə güc gəlir, nəhərə gəlir, şairlik gəlir, falan gəlir. Yəni, təbiətin özündən gələn bir hikmətdir bu. Türk xüsusiyyətinə, Türk keçmişinə aid olan bir şeydir, qədimli. Eləcə də Dəryaçadan çıxan
Madyan ideyası, Göyat ideyasına necə oxşar, necə bənzər məsələdir bunlar. Bunların heç biri, heç də bu Koroğlu onu təkrar eləmir. Yəni ondan uğurlamayıb. Yəni Koroğlu fakt bizim gen yaddaşımızda olan, xalqın yaradıcı şuurunda olan faktlar min illər öncədən günümüzdə də özünü göstərir, başqa bir biçimdə. Uyğurlarda da belə bir mifoloji olmalıdır bununla bağlı. O Köç dastanında var. Köç dastanında, yəni bu bütün Türk xalqlarına xas olan bir şeylərdir. Köç dastanında da belə bir şey var, deyir ki, Tuğla və Silenqa şəlalələri üzərində məğribdən, məşriqdən ulduzlar gəlib toqquşur, işıq seli axır, o şəlalələrin arasında olan bir nəhəng bir ağacın gövdəsinə dolur. 9 ay 10 gündən sonra ağacın gövdəsindən 5 uşaq çıxır. Bunların hər biri böyük bir xaqan olur. Yəni, xalq iddia edir ki, mənim mahiyyətimdə, mənim mənəvi kimliyimdə işıqçılıq ideyası var. O qədimdən gəlir. Bunlar hamısı bütün Türk xalqlarının həyatında özünü göstəribdir. O cümlədən bizim, indi dediyim kimi, bir də var ki, konkret olaraq, konkret plagiatlı, konkret uğurlu faktları ki, bugün daha çoxdur. Bugün niyə çoxdur? Nəyə görə çox? Baxın, ədəbiyyatda ki, tayfabazlıq var, dostbazlıq var, yerlibazlıq var, rüşvətlə tənqid eləmə var, tərifləmə var falan. Bütün bunların hamısı dəhşətli bir anarxiya yaradır. Bu anarxiyanın içərisində nəyə qovunu axtaraq? Biz bu anarxiyanın içərisində kimin sözü harda, kimin düşüncəsi harda axtara bilirik. O qədər qarışıqlıq yaradır. Və düzgün, doğru vurğu elədin ki, ədəbiyyatşünaslığın başlıca faktlar, başlıca qolu olan ədəbi tənqid məşğul oldu. Məsələn, əslində... İndi mən bilmirəm, o nəyə görə yazdı. Bəlkə də nəysə hədiyyə verib ona, mən bilmirəm. Nəyə görə belədir. Bax, biz danışdıqca fonda Sarı Gəlin musiqisi gedir. Bax, bizim bu cür əsərimiz var, illərin, əsrlərin əsəri. Ondan öncə Tərlanın mahnısı getdi fonda. Hansı ki, onlar da, o mahnı da özbəklər tərəfindən mənimsənmişdi, amma sonra barışdılar. Soylu müəllim, bax, biz deyirik ictimai qınaq. Bax, ictimai qınağın da biri odur ki, bax, mən istərdim münasibətinizi də bildirəsiniz. Bax, bayaq söylədim, Nüsrət Kəsəməllinin şeirlərini götürür, o özünküləşdirir, amma ön söz yazan adam maraqlanmır. Sonra deyir ki, bilirsiniz, üzr istəyirəm. Bax, bu da həmin insana qarşı da ictimai qınaq olmalıdır da. Tək elə biz onu mənimsəniyənə yox, ancaq ona qarşı da olmalıdır. Və vurğu elədiyimiz kimi, əslində bu dediyim kimi sənət ədəbiyyat aləmində anarxiyanın, öz başınalığın olması, artması bu kimi faktlara göz yumur. İstər-istəməz bu kimi faktlar gündəliyə gəlir, heç kim də fərqinə varmır. Çünki bununla bağlı heç kim məsuliyyət daşımır. Deyək ki, yaradıcı insanlar özləri belə yaradıcılıq faktını ciddi şəkildə ortaya qoya bilirsə, onun özü də bir məsuliyyət daşımalıdır. Soylu müəllim, üzr istəyirəm, elə bax, sözünüzə qüvvət istəyirəm, sual verim. Misal üçün, mən yazıramsa, mənim şeirlərim, özüm düşünürəm ki, mən dəhşətli dərəcədə şeir yazıram. Mən tam müstəqil insan kimi gedirəm, öz şeirlərimi çap elətdirə bilərəm, düzdürmü? Burada qanuna heç bir zid heç nə eləmirəm. Sonra o kitabı bəhbəhlə də təqdimat keçirə bilərəm, düzdürmü? Bəs bu o demək deyilmi ki, mən düşünürəm ki, mən dəhşət yazıram, mən kimisə axı zövqünü korlaya bilərəm? Yox, məsələ onda deyil. Məsələ yaradıcılıq elə-belə sıradan fakt deyil. Mən söhbətimizin başlanğıcında bir məsələyə toxundum ki, ədəbiyyat təsvir deyil, ədəbiyyat vəsfdir, şərhdir, ədəbiyyat özünü dərkdir. Özünü dərk eləyən adamın ortaya qoyduğu yaradıcılıq zövqlər faktı olmur. Ondan daha artıq bir şey olur. Və o bütövlükdə insanlığın ictimai şuura təsiri ilə bağlı bir fakta çevrilir. Yoxsa elə-belə kim, kefi nətər durur, necə gəlir, elə yazmaq, bu yaradıcılıq demək deyil. İstedad faktı ola bilər o. Ancaq doğrudan da təkcə istedad faktı olmaq azdır. Gərək doğrudan da dediyimiz kimi biz əsas ictimai həyatda təsir eləməkdir. İctimai həyatda düzgün tərbiyə formalaşmaqdır. İctimai həyatda düzgün dünya görüş formalaşdırmaqdır. İnsan olduğu bilinməlidir, dərk olunmalıdır. Yoxsa sadəcə elə dediyim kimi, əgər hər şey zövqlərə hesablanmış olsaydı, onda ümumiyyətlə yaradıcılıqdan, ədəbiyyatdan danışmağa gərək qalmazdı. Belə adamlar bir şeylər ortaya gətirirlər. Bəzən görürsünüz, onun arxasında ömür durmur. O istedadın gücü ilə yazır, yaradır. Onun arxasında bəlli bir ömür durmursa, şəxsiyyət dayanmırsa, onda onun ictimai təsiri də olmayacaq.
Elə onun özünü əslində belə deyək ki, ədəbi tənqid ölçüsünə onun özünü çıxdanc eləmək gərəkdir. İctimai qınaq dediyiniz elə onun özünə qarşı yönəlməlidir. O şey ki, biz böyük duhaların adlarını çəkirik. Məsələn, Nizaminin, Füzulinin, Nəsiminin, Avropa yazıçılarının da adını çəkə bilərik, burada nəhənglərin, ucaların. Biz bunların adını çəkirik. Bunlar sadəcə hər şey zövqə hesablanmırdılar. Bunlar doğrudan da mübarizə aparırdılar. Döyüşdür, ədəbiyyat döyüş faktıdır. Döyüşə bilən insanla döyüşmək üçün də gərək insan özünü dərk eləsin, özünün imkanlarını üzə çıxara bilsin. Özü bir növ o mübarizə ruhunda özünü tərbiyə eləsin. O döyüş, dediyim kimi ətrafında baş verən hadisələr var, həyatda bəs qədər eybəcərliklər var. Bunları necə ifşa edə bilərsən, necə bunu döyə bilərsən, necə buna qarşı dayana bilərsən, dirəniş faktları ortaya qoya bilərsən yaradıcılıq baxımından. Əgər özün, yenə deyirəm, özün onları ötmürsənsə, özün onların içindən çıxmırsansa, özün zamanın eybəcərlərini ötmürsənsə, ondan yüksəyə qalmırsansa, onda nə yaradıcısan? Ona görə elə onların heç əsərləri də oxunmur, onların əsərləri də iş görmür. Bəzən görürsən ki, məsələn, adamlar özlərini oda közə vururlar, dərdən qavuqdan çıxırlar ki, geçsin tutalım biri Azərbaycan sınırlarından qıraqda çap olunsun, bir kitab çap eləsin. Elə bilir ki, öz kitabını gedib dünyanın hansısa bir ölkəsində çap eləyəndə bu olur dünyəvi, bu olur bəşəri. Məsələ onda deyil. Sən gedib dünyanın harasında istəyirsən çap elə bilərsən. Nədir? Pulunu verirsən, çap eləyirsən. Yəni Azərbaycanda olduğu kimi dünyanın hər yerində elədir da. Onun heç fərqinə varan yoxdur axı. Bu əsər xüsusi bir senzura yoxdur bu gün ki. Bu əsər əsərdir, əsər deyil, ictimai tərbiyə zərərlidir, xeyirlidir, nədir? Onu heç araşdırmırlar. Ona görə bax burada söhbətin yenə o hissəsinə qayıdıram ki, ədəbiyyatda, sənətdə qəribə bir anarxiya var. Qəribə bir özbaşınalıq var. Heç Nizami Gəncədən qırağa çıxmamışdı. Ancaq Nizami bədii təfəkkür vasitəsilə nə qədər yüksək elmi biliklər ortaya qoydu. Bugün də biz Nizamini oxuyuruq. Bugün üstündən 1000 il keçib, bugün də biz Nizamini oxuyuruq. Yenə də biz Nizaminin bədii təfəkkürünün gözəlliklərindən, imkanlarından bəhrələnirik. Yenə də biz onunla özümüzə yenidən dönüb baxa bilirik. Onunla biz milli kimliyimizə yenidən dönüb baxa bilirik. Nədən biz sizin o plagiatla bağlı xüsusi vurğu elədiniz, məsələn, hüquqi cəhətdən vurğu elədiniz məqamlar üstə gəlir. Nədən biz vaxtaşırı Nizaminin uğrunda biz mübarizə aparmışıq? Biri deyir, məsələn, tutalım ki, qonşu İran ölkəsi Nizaminin öz adına çıxırdı. Nerede değil mi? Bunu bilirsiniz de bu faktlar. Öz adına çıxır. Çıxırlar. Talışlar da çıxır falan. Çıxırlar öz adlarına çıxırlar. Biz niye ısrarla deyirik ki, yok Nizami sənin deyil. Yani Azərbaycanın yarattığı dəyərlər var. Azərbaycanın qayəsi var. Azərbaycanın dünya görüş xətti var, yönü var. Bir də başqa xalqlarınki var. Hə, bu Nizamini dünyanın hər hansı ölkənin normal mədəniyyət xadimlərinin, sonra ictimai xadimlərinin, ədəbiyyat şünaslarının ixtiyarına verərsən, onlar əgər səmimi, vicdanlı olarlarsa istənilən adam sübut edər ki, bu sənin deyil, filan kəsindir. Həmən o təfəkkürün imkanları, həmən o mədəniyyətin imkanları hansı xalqdan, hansı genlə gəlir, hansı qədimlikdən süzülüb gələn şeylərdir, həqiqətlərdir. Bunların hamısını öyrənmək, bilmək, öyrənib biləndən sonra da sən ortaya normal ədəbiyyat faktları gətirə bilərsən. Yəni mən yenə o sözümün üzərinə qayıdıram ki, ədəbiyyat döyüş faktıdır, mübarizə faktıdır. Biz ədəbiyyatda bir çox bilirsiniz, xəttlər mövcuddur falan, bütün ədəbiyyatlarda hamısı dövrün amansızlıqları ilə mübarizə aparır. Deyək ki, ictimai becərilərlə mübarizə aparır, səsin şardı. Bunlar hamısı nəyə görədir? Bunlar elə faktı yoxsa kimlərinsə zövqünə hesablayıb özünü, kiminsə necə deyirlər qarşısında, kimlərinsə qarşısında özünə bir şöhrət də qarşı formalaşır, düzəldir. Məsələ deyil. Şəxsiyyətlər, yaradıcı şəxsiyyətlər balaca zövqlərlə əlləşmirlər. Yaradıcı şəxsiyyətlər dünyanı silkələyirlər. Bütün bəşəriyyəti silkələyirlər. İnsanlığı sarsıdırlar. O yaşadığı eybəcər mühitin belə deyək, nizamsızlığında sarsıdırlar. Gərək ədəbiyyat sarsıtsın. Yoxsa biri durub gedib falan kəsə pul verir ki, gəl mənə bir dənə şeir yaz. Bundan özünü anlatmaqdır. Bundan hara getmək olar? Biz hər birimiz yaxşı bilirik ki, biz bir bioloji fakt olaraq, fiziki fakt olaraq biz hər birimiz müəyyən yaş həddinə qədər yaşayıb sonra ölüb gedirik. Yəni qalmır, heç kim qalmır. Bizdən nə qalır? Bizdən uca keyfiyyətlər qalır, yaradıcılıq qalır, mənəvi dəyərlər qalır, falanlar qalır. Bunu gərək mən özüm yaradam qalsın. Mən yaratmıramsa, o qalmayacaq. Bilirsinizmi? Sabaha getmir. Oğurluq, əyrilik,
Ondan sonra deyək ki, özünü aldatmaq, o plagiatlı falan sabaha getmir. Bugün əgər o bugünün gözündən gizlənə bilirsə, oğurlana bilirsə, sabahın gözündən yayına bilməyəcək. Sabahki onu yenə ifşa eləyəcək. Yenə bunu göz altına almaq gərəkdir. Ona görə özünü aldatmaqda heç bir həqiqət görmürəm. Bayaq qeyd etdim ki, hər şey ailədən başlayır. Birinci, ikinci, üçüncü dəfə nəyisə icazəsiz götürəndə deyirik ki, uşaqdır, eybi yoxdur, keçər. Amma sonra görürük ki, heç də keçməyib. Artıq o buna adətkar olub. Məcbur deyil ki, əsas deyil ki, kiminsə cibinə girib pul götürdü və yaxud kiminsə əşyasına götürdü. Ədəbiyyatdan da oğurluq etmək, bunun özü də bir oğurluqdur. Yəni, niyə mən onu oğurlamalıyam ki, sonda da mənə oğru adı qoysunlar? Yenə də bunun kökündə ailə durur. Yəqin ki, razılaşarsınız. Söz yox, bəzi ailə durur, bəzi hallarda istisnalar da var. Ailənin baxışından qıraqda da hadisələr baş verir. Görürsünüz, elə gözəl ata-anadan elə bedasılı evlad olur, yaxud da tərsinə. Yəni, istisnalar var, yox deyil. Bunu bütünlüklə biz desək ki, ailədən asılıdır, özümüz də görürük ki, bugün hər şey heç də ailədən asılı deyil. İndi vurğuladığınız kimi texnologiyaların iki vaxtında ailədən daha çox tərbiyə verirəm, telefonda, internetdir falan. İnternetdir, sosial şəbəkət. Bir neçə baxımdan biraz yenə o hüquqi müstəvidən bədii aləmə bir üst basır. Bir neçə vaxt bundan öncə bir nəfər, bir yoldaş mənə bir şeir verdi ki, Nəsiminin şeiridir. Mən oxudum, dedim ki, Nəsiminin şeiri deyil. Dedi, Nəsiminin şeiri. Dedim, deyil. Dedim, mən burada vəcli idrak görmürəm. Nəsimində vəcli idrak var. Ona görə, yəni, böyük şəxsiyyətin adına nəyisə çıxmaq, adi bir şey çıxmaq, yaxud da adi bir adamın adına böyük bir faktör çıxmaq özünü doğrultmur. Ona görə dedim ki, arxasında ömür durmalıdır, yaşamaq durmalıdır. Sanki bir arabaya, bir kamazın yükünü vura bilməzsən. Əməl. Balaca adamlar böyük şeylər oğruyurlar, onun arkasında durmur. Onun arkasında ömrü yoxdur. Yenə deyirəm, bir var bulaq olasan, bir var bulaqdan bir dolça su götürəsən. Bunlar ayrı-ayrı şeylərdir. Böyük şəxsiyyətlər, böyük mütəfəkkirlər, onlar bulaq kimidir, tükənmirlər. Onlardan nə uğurlasan da mümkün deyil ki, onlar tükənsin ya da kimsə ondan uğurlayan gəlsin, bir şəxsiyyətə çevirsin, bir yaradıcıya çevirsin, dünyanın gözü qarşısında o da bir fakta çevirsin. Bu mümkün deyil, özünü doğrultmayacaq. Yenə deyirəm, özünü aldatmaqdan başqa bir şey deyil. Elə adamlar, bir elə adam göstərin ki, oğru adam, plagiat adam, ictimai mühitdə, belə deyək, ədəbi mühitdə böyük bir şəxsiyyətə çevrilibdir, böyük diqqətli olubdur, bütün zamanların diqqətində olub, belə bir fakt da mövcud deyil. Ona görə də mən üzümü tuturam yaradıcı insanlara ki, böyük olun. Mən bunu ərk edib bir soydaş olaraq deyirəm, mən bunu bir dostcasına deyirəm. Yaradıcı adamlar böyük olsun, onun arxasına, yaradıcılığın arxasına imza qoysun, ömrünü qoysun. Əgər o ömrünün ifadəsi kimi yaradıcılığı ortaya gətirərsə, qıraqdan onu yaşaya bilməyən hər hansı bir adam onu risk edib götürə bilməz.